Uşaq nəyə istəyir baxır. Olar? Olmaz. Uşaq hara istəyir girir telefonda. Olar? Olmaz. Allah buna yox deyir. Sən kimsən ki icazə verirsən sənin uşağın tərbiyəsi pozulsun. Uşaq sənindir. Fiziki olarak sen valideynsən. Ama Allah'ın emanetidir sənin əlində. Ailələr də bu cür. Peyğəmbər buyurur, qiyamətin günündə bütün elədiklərinizi sizdən mələklər soruşur. Yeganə bir dənə sual var. Allah mələklərə onu soruşmağa icazə vermir. Birbaşa bəndə ilə Allah özü danışacaq. Onun sorğusu alın, özü aparacaq. O da həyat olacaq. Mələklər ona qarşı birbaşa Allah deyəcək. Sənə bir dənə əmanət vermişdir. Necə saxla? Peyğəmbər deyəcək, həyat yoldaşlarınız sizə mənim əmanətimi idi. Əmanətimlə necə davran?